Əhmədin sağlamlıq durumu yerində olmadığı halda paytaxtdakı psixoloji mərkəzlərin birində arayış verilib. Bəs cəmiyyət üçün təhlükə mənbəyi olan şəxs niyə məcburi müalicəyə cəlb olunmayıb? Psixiatr Azər Bağırov bildirir ki, burada diaqnozun qoyulması çox vacibdir. Burada bir psixiatrik vəziyyət, yəni bizim şizofreniya dediyimiz vəziyyətlərin paranoid forması var ki, orada bir aşırı şübhələnmə olur. Yəni ki, onlardan ona qarşı nəsə zərər olacağını düşünmə kimi bir şey olur. Onda həmin insanlara qarşı düşmənçilik hissləri yaranır və o düşmənçilik hissinə uyğun olaraq da həmin insanları qətlə yetirə bilər. Paranoid dediyimiz forması var ki, orada həmin şəxslərdə əsassız şübhələr olur. Yəni ki, o insan mənə zərər verəcək, o insan mənim quyumu qazır, o insan mənim arxamca danışır, o insan mənə deyək ki, quyu qazır, işlərimi bağlayır. Belə-belə şübhələnmələr halları olur. Məsəl üçün bizim şizofreniya xəstələrimiz bəzən evdə valideynlərinin pişirdiyi yeməyi yemirlər ki, valideynlərim məni öldürmək istəyir, suyu içmirlər ki, suyuma nəsə qatırlar. Və yaxud da ki, belə şeylər ola bilir ki, bəzən xəstəxanaya istəmsiz yatışlar olanda ondan da qəzəblənmə ola bilir valideynlərə qarşı. Azər Bağırov deyir ki, uşaqlarımızı yetişdirərkən onları düzgün bir şəkildə cəza və mükafat sistemini öyrətmək lazımdır. Belə xəstələrdə əgər xəstənin ətrafına və yaxud özünə zərər vermə riski daşıyırsa, o zaman məcburi yatırılma mümkündür. Məcburi yatırılma olur. 72 saat içərisində həmin xəstəxanada psixiatrik briqadanın, yəni ki, psixiatrik komissiya həkimlərdən ibarət qərar verir ki, bu insanın yataraq müalicəsi davam etdirilməlidir. Bununla bir yerdə məhkəməyə müraciət edilir. Məhkəmə bunu təsdiqləyir və həmin insanın öz istəyi olmadan da yataraq müalicəsinin davamına icazə verilə bilir.